Məsələ onda idi ki, mən ağılla məntiqimin arasında sıxılıb qalmışdım. Ya normal insanlar kimi namuslu, sakit bir qız tapıb həyatıma qaldığım yerdən davam eləyəcəkdim, ya da kosmik bir ehtimalla, bəlkə milyonda bir şansla o qız bir gün məni tanıyıb sevəcəkdi, mənimlə evlənmək, bir yerdə olmaq istəyəcəkdi. Lakin belə olsa belə, mən istənilən anda ondan xəyanət görməyə hazır olmalıydım. Halbuki onun üçün xəyanət etmək bəlkə də heç xəyanət sayılmır. Çünki o özünü, düşüncəsini əvvəldən açıq şəkildə sosial mühitdə bəyan eləmişdi. Yəni bu qızdan xəyanət görmək sürpriz deyil. Sadəcə ateş açılan silahın lüləsinə özünü atmaqdır və səlam. Mən əslində daha sadəcə arzu etmirəm. Bəlkə də artıq psixoloji səviyyədə daha güclü bir zərbə alıb, necə deyərlər, tamamilə ölməyə yer axtarıram. Çünki başa düşürəm. Əgər sən bir yerdə gözünlə məntiqi, doğru yolu görüb bilə-bilə yanlış yolu seçirsənsə, deməli artıq daxiləndə ölmüsən deməkdir. Bəs yaxşı, mən bilirəmsə ki, bu qız məni daha da bədbəxt eləyə bilər. Onda niyə məntiqi yolu seçmirəm ki? Çünki artıq o qızı sevirəm, amma bu sevgi mənə sadəcə əzab verir. Nəyə ümid edirəm ki, heç nəyə. Düşünürəm ki, məntiqi yolu seçib sıradan bir həyat qursam da yenə də sıxıntıdan dəl olacam. Deməli, mənim üçün başqasının yox, sırf sevdiyim insanın zərbəsini yemək daha yaxşı gəlir. Əvvəllər özüm haqqında belə düşünürdüm ki, əgər birini sevsəm, amma onu əldə edə bilməsəm, üstəlik bilsəm ki, o yüngül xasiyyətlidir, bu məni ondan soyudar. Lakin səhv etmişəm. İndiki qız yüngül əxlaqlıdır və elə bu da məni daha çox dəli eləyir. Boynuma alıram ki, artıq mövqe tuta bilmirəm. Tam olaraq iki yerə bölünmüşəm. Hansını seçim? İffətli qızlardan birini, yoxsa yüngül əxlaqlı bu liberal qızı? Axı bunu sevirəm. İlahi, heç vaxt ağlıma gəlməzdi ki, gəlib belə bir vəziyyətə düşəcəm. Mən artıq məntiqlə düşünmürəm. Üstəlik də artıq gələcəyi də, xəyallarımı da başqa cür görməyə məcburam. Əslində onda deyim ki, bu xəyal mənim üçün heç də real deyil, bəlkə də milyonda bir ehtimaldır. Amma mən sırf o qıza hiss etdiyim duyğular ucbatından belə xəyallar qurmuşam. Əslində bu xəyal da deyil, sadəcə bir xəyali yuxudur. Bəzən o qədər qeyri-real xəyallar qururam ki, xəyali bir yuxu halına daxil olub, aylarla bu yuxuda qalıram. İndi bəlkə də mənə böyük bir travma lazımdır ki, bu yuxudan da ayılam. Çünki bu xəyal artıq məni bezdirməyə başlayıb. Bir də axı hər şey həyatım üçündür. Əgər bu qız mənim həyatımı hər iki halda zibil eləyəcəksə, yoxluğu kimi varlığı da məni xoşbəxt etməyəcəksə, mən niyə sadəcə onu unutmuram? Çünki belə olan halda ondan əzab çəkmək, ondan qaçmaq daha yaxşı olardı. Axı varlığı ilə yoxluğu mənim üçün eyni şeydir. Bir də axı hər şey həyatım üçündür. Axı mən niyə onu hələ də gözləyirəm? Nə bilim, mən sadəcə özümü, öz zövqümə acığım tutur. Öz məntiqimə qaçmadığım üçün özümə də nifrət edirəm. O qızda heç bir günah yoxdur, ən azından mənimlə bağlı. Amma onu da deyim ki, çox qəşəng qızdır. Həqiqətən də vurulmağa dəyər qızdır. Amma lənət olsun ki, mən də harda qəşəng qız varsa onlara vuruluram. Əslində günah məndədir. Zövqüm nə qədər yaxşıdırsa, yəni bazarda alıcı, rəqiblərin də bir o qədər çox olur. Mən sadəcə müştərisi çox olan məhsula təmas salmışam. Sonra da deyirlər ki, qadının iki ayağının arası ayıbdır. Nə bilsinlər nədir? Mən sadəcə deməyə söz tapmıram. Bir vagina nələrə qadir imiş, nələrə, adam lap məəttəl qalır. Bəlkə də bu məsələ bu qədər güclü bir təsirə səbəb olduğuna görə insanlar onu qadağan eləyiblər, kənarlaşdırıblar, beldən aşağı məsələləri tamamilə yataq otağına qapıyıblar. Amma bu bədən həqiqəti həqiqətən də bütün həyatımıza təsir edir. Mənim kimi mühafizəkar zehniyyətdə olan bir adamı gətirib bir yüngül xasiyyətli qadın üçün soyuq məntiqindən kənarlaşdırmaqdan tutmuş, imperiyaları dağıtmağa qədər gücə malik imiş bu arzu. Əslində onu da deyim ki, müasir dövrdə az qala hər şeyi bu biologiya şəkilləndirir. Təsəvvür edirsinizmi? Hara getsən qadınlar, xanımlar hər yerdədir. Hər sahədə onların cazibəsindən istifadə olunur. Allahın cilt kitablarla yola gətirə bilmədiyi insanı bir qadın arzuladığı bir an içində çox asanlıqla təsir altına alır. Lənət şeytana, bu instinkt nələrə qadir imiş. Mən o sözü işlətdiyimə görə çox adam bəlkə də iyrənir. Halbuki mən əsas bu biologiyanın, bu instinktin gücünü vurğulayıram. Siz yorğan altı məsələləri dildə işlətməyib, yalan, süni sözlərlə hər şey intim həyat deyil, həyatda mənəviyyat da var deyə bəzəkli cümlələr qura bilərsiniz. Amma sizin mənəviyyat dediyiniz şeylər belə insanın beynində buraxdığı o təsirlərlə şəkillənir. Sizcə şairlərin
Sevgi şeirləri, bəstəkarların mahnıları nədən yaranır, hə? İnsanlar bir-biri ilə əksər hallarda nə üçün çəkişir? Mağazalar, mallar, satış mərkəzləri bu cazibədən bəhrələnmirmi? Bu instinkt qədər ruzi bərəkət gətirən ikinci bir şeyin adını çəkin mənə. Əlbəttə indi deyəcəksiniz ki, mağazalara gələn bütün kişilər satıcı qızlarla yatmır. Şairlər bütün qadınlarla yatmır. Amma mən sizdən soruşuram, bunun sonu harada bitir? Əlbəttə ki, cinsi təmaslar. Sizin ruhunuzdakı sevgi bir gün sönəcək. Amma bu biyologiya həvəsi sönmür. Bitməyən bu yanğının hesabına bugün insanlar nə qədər ruzi, nə qədər imkan əldə edirlər. Siz nə deyirsinizsə deyin. Qadın deyəndə əksər hallarda 14-40 yaş arası çəkici xanımlar nəzərdə tutulur. Hətta mənim üçün 60 yaşlı qadın 60 yaşlı kişidən fərqsizdir. Hər şey gənc və çəkici xanımlar üçün, daha doğrusu onların o cazibəsi üçün formalaşır. Həyatımız bununla formalaşır. Bununla alver edirsiniz, bununla reklama uyursunuz, bununla hər gecə məşğul olursunuz. Sonra da bunu biabırçılıq hesab edirsiniz. Əgər desəz ki, sevgi deyilən müqəddəs bir şey də var, onda mən də sizdən soruşuram. Həyat yoldaşınız sizə yaxınlıq verməsəydi, onu yenə də sevərdinizmi? Əgər məsələ sırf o biyologiya deyildisə, niyə cinsi xəyanətdən bu qədər qorxursunuz? Deməli, bu qədər qiymətlidir. Amma bir yandan da düşünürəm ki, əgər bu biyologiya bu qədər qiymətlidirsə, niyə mən məhz o liberal qızı sevirəm? Məgər başqa qadınların bədəni yoxdurmu? Əlbəttə ki var, lakin burada elə bir şey fırlanıb yenə də eyni məsələyə dönür. Çünki mən istədiyim bir şeyə artıq kimsənin toxunmasına icazə vermək istəmirəm. Düzdür, bəlkə də bu qız daha əvvəl dəfələrlə başqaları ilə yaxınlıq eləyib, lakin beynim deyir ki, yox, daha olmaz. Çünki mən bu qızla həmişə araldan baxıb dayana bilmərəm. Onunla illərlə bədəni təmasda olmaq istəyirəm. Yəni bütün şövqümün, məhəbbətimin son dayandığı yer elə həmin nöqtədir. Özümü niyə aldadım? Burada sən artıq adi bir həvəskar olmursan. Çünki adi həvəskarlar üçün biri olmadı, o birisi var. Amma onlar üçün variant bitmir. Amma sevdikcə sevdiyin insanın bədəninin də dəyəri bilə-beş artır. Başqa qadınlara toxunan sadəcə yabancıdırsa, sevdiyinə toxunan artıq sənə düşməndir. Təsəvvür edirsinizmi? Siz deyirsiniz ki, sevgi deyilən şey bu həvəsdən qat-qat üstündür. Amma kimisə sevəndə onun bədəninə olan yad bir toxunuş sizin şərəfinizə xələl gətirir. Və mənə bir sual da rahatlıq vermir. Bu bədən həqiqətin müqəddəsdirmi? Çünki namus müqəddəsdirsə, deməli o bədən də müqəddəsdir. Axı bizim şərəf, qeyrət, namus dediyimiz şey məhz orada məhv olur, orada itirilir. O qorunursa namus da, şərəf də yerindədir deməkdir.